Belə dedi ki, Seyyid-i Şühəda aleyhisselam ümmətin üzərindəki haqqı əziz Peyğəmbərimiz sallallahu aleyhi və alihin haqqı mislidir. Necə Peyğəmbərin ümmət üzərində bir haqqı vardır, Seyyid-i Şühəda aleyhisselamın da haqqı eynən o qədər vardır. Və biz bunu əziz Peyğəmbərimizə istinadən dedik. Yəni buna inanmağı da Peyğəmbər bizdən bu səviyyədə istəyib. Allahın hüccətidir. Allahın varlığını sübut edən və bəşəri Allaha doğru istiqamət almasını təmin eləyən vahid bir ünvandır Seyyid-i Şühəda aleyhisselam. Sabahdan etibarən uca Allahın vəsfindən də biraz danışacağıq. Allahın da barəsində biraz Əhl-i Beytin bizə dediyi dərslərdən faydalanacağıq ki, Allahın necəliyini bildiyimiz zaman hüccətə olan ehtiyacımızın da orada yaxşı bilək. Başa düşəcəyik ki, bəşərin ağıl səviyyəsi üçün deyir Yaradan adından danışmaq. Yaradan adından qərar vermək, Yaradanın istəklərini ifadə eləmək bəşərin şəxsi təfəkkürünün, şəxsi düşüncəsinin və subyektlərindən ibarət deyil. Elə ən böyük səhv tanıma da buradan başlayır. Ən böyük səhv buradan başlayır ki, insan öz qərar və düşüncə və hissini Allahın da belə edəcəyinə qərar verəcəyi kimi qəbul edir. Bu ən böyük xətadır. Ayıracaqsan, bütün hisslərini kənara qoyacaqsan, bütün şəxsi yanaşmalarını kənara qoyacaqsan, ilahi ilə sənin şəxsi qərarlarının heç bir əlaqəsi yoxdur. O sənin qərarlarındır, o mənim qərarlarımdır, o mənim məhdudiyyətimdir, o mənim düşüncəmin və nəfsimin səviyyəsi və tərzidir. O Allah elə istəyir anlamında deyil. Onu sabahları inşallah ömür olarsa, Allah lütf eləyərsə ki, Mövlamızın bu cənnət qoxusu gələn bu məclisində iştirak edəyək, xidmət eləyək, sabahdan biraz da ondan danışacağıq Allahın izni ilə. Allah Teala bizim bu məclisi Seyyid-i Şühəda məclisinə gəlib, ətirlənib göyə qalxan mələklərin o əcri qədər bizdən qəbul eləsin inşallah. Məşhur hədisdir, mötəbər hədisdir. Seyyid-i Şühəda aleyhisselamın məclisində, əzadarlığında möminlər əyləşər, əza saxlayar, bir çox mələklər gələr o məclisdə iştirak eləyər. Məclis qutarar, o mələklər qalxar səmaya. Başqa mələklər onları görəndə onlardan gözəl bir qoxunun gəldiyini hiss eləyər. Və soruşarlar ki, siz hardan belə gəlmisiniz? Və yaxud bu nə qoxudur gəlmisiniz? Deyərlər ki, yerdə, yer üzündə, filan yerdə Seyyid-i Şühədanın məclisi var idi. Orada iştirakımızın səbəbi bu ətrin bizdən gəlməyidir. Yəni, səndən indi tərləməyin əslində bir nurdur, sən görmürsən onu. O səndən axan bu tərin, nə bilim bu, necə deyərlər, bədəninin istiliyi və s. bir nurdur, sən görmürsən. Tək elə tərimiz nədir? Canımız Seyyid-i Şühəda yolunda çıxsın. Bundan gözəl dəyər mi var bizim üçün? Deyərlər ki, onda bizi də aparın gedək o məclisə, biz də iştirak eləyək. Cavabında deyərlər ki, axı məclis bitdi, hamı dağılışdı, getdi. Deyərlər o zaman gedək onların oturduğu yeri ziyarət eləyək. Heç olmasa əyləşdikləri yeri gedək ziyarət eləyək ki, oranın istisi qalar indi. Bax, bu qədər bu məclisin əcri var. Allah məclisimizi də o böyük, qəbul olmuş, özünün razı olmuş məclislərindən qərar versin inşallah. Bəli, Mövlamızın imaməti onun şəhadətinin səbəbidir dedik. İmamətinin böyüklüyünü həzm etməyən təbəqə
Peyğəmbər balasını amansızca qətlə yetirdi. İmamət, xilqət, varlıq üzərində dediyimiz ilahi xilafətdir. Biz bunu yaxşı başa düşmək üçün biraz ilk insan, ilk Peyğəmbər səhnəsinə sizi balaca bir elmi düşüncədə bir səyahətə aparacağım. Biraz qaydaq o bütün dini ədəbiyyatlarımızda, bütün peyğəmbərlərin dediyi kimi ilk yaradılmış insan səhnəsinə, yəni babamız Həzrəti Adəm. Orada bu söhbəti müzakirə etdikcə görəcəksiniz ki, Seyyid-i Şühəda aleyhisselamın o höcciyyət və imamət rütbəsi bizim bütün canımızdan önəmlidir, vacibdir, üstündür. Yəni bizim canımız o vilayətə əmanətdir əslində. Yaxşı? Bizim yaşam səbəbimiz, bizim yaşam hikmətimiz, bizim var olub və necə yaşamağımızın müəllifi həmən ilahi höcciyyət və ilahi xəlifəlik məsələsidir. İmam Cəfər Sadiq əleyhissalamın bir hədisi var. Bunu bəzi insanlar başa düşməz. Amma bu hədis məhz elə həmin ilahi xəlifənin bütün varlıq üzərində olan üstünlüyünə görədir. Mövla buyurur ki, cəddim Seyyid-i Şühədaya xatir. Seyyid-i Şühəda Mövlamızın yolunda bütün bəşər fərz et ki, ölmüş olsa belə, yeryüzündə yaşayan bütün insanlar İmam Hüseyin əleyhisselama görə ölmüş olsa belə, öldürülmüş olsa belə, bu qanlar israf sayılmır. Çox ağır sözdür ya. Amma incə də mənası var. Niyə? Çünki bütün bəşər hamısı ilahi xəlifəlik məfhumunun altında qalan şeylərdir. Ondan üstün şeylər deyil. İndi onu aydınlaşdıracağıq. Yəni Allahın xəlifəsi yoxdursa, Allahın yaratmasının mənası yoxdur. Yaradım xəlifəsiz buraxıbsa, Nəuzubillah, cahildir, düz yaratmayıb. Zalimdir, düz yaratmayıb. Yəni beyni qoymayıb, mexanizmi yaradıb. Belə şey olar. Aparıcı qüvvəni müəyyən eləməyib, amma canı yaradıb, get yaşa. Necə yaşayım? Necə durum ayağa? İndiyə baxmaya dostum, indi hamı dəyişib, hər şeyə çatmaq asandır və s. Sən biraz qayıt lap ilk insan səhnəsinə. Hələ bunun böyük tərbiyələrə ehtiyacı var. Hələ bunun böyük inkişaflara ehtiyacı var. Biz bunu yuxuda yatıb, görüb, gəlib danışmırıq. Həmən mötəbər kitablarımızın birindən, mərhum Səduqun Cəmalüddinindən ayə ilə öncə tanışıq, bir daha yenidən ayəmizi təkrarlamış olaq. Yer üzündə xəlifəmi qərar verirəm ayəsi. Bunu bilməyəniniz yoxdur. İnni cailun fil ərzi xəlifə. Müteal Allah bizim hidayət mənbəmiz olan Quran-ı Kərimdə belə bir ayə buyurur. İnni cailun fil ərzi xəlifə. Yəni bu ayə deyildiyi zaman hələ Həzrəti Adəm yoxdur. Buna diqqət edin. Bu mələklərə xitabdır. Birinci hələ mələklərə deyir. İnni cailun fil ərzi xəlifə. Mən yer üzündə xəlifəmi qərar verirəm, yaradıram, yaradanam, qərar verənəm. Bunu mələklərinə deyir. Yəni hələ Həzrəti Adəm necə olacaq? Yəni ayaqları ikidir, əlləri ikidir, bundan heç birindən mələyin xəbəri yoxdur. Bədən və ruh birliyidir, bunun qocalandı, nə bilim, ruzisi üçün istəməlidir. Bu insan mexanizmi necə işləyəcək? Hələ heç nədən sıfır, yoxdur bu vücud, amma rütbəsi var. Xəlifəmi qərar verəcəm. Bu nə demək olur? Bu o demək olur ki, imamət, höcciyyət bəşərin xilqətindən əfzəldir, üstündür. Çünki beyindir. Çünki aparan qüvvədir. İndi bu beynimizi dondurublar, beynimizi qarışdırıblar, beynimiz olan başı kəsiblər, onun üstündə əza saxlayırıq. Zəncir halqaları kimi gəlib çatmaq lazımdır bu əzadarlığın mahiyyətinə.
başa düşmək lazımdır. İlla savab üçün yox, savab öz yerində, bəli. Çünki burada sən əzadarlıqla bir şeyi müdafiə etmiş olursan, istəsən də, istəməsən də. O müdafiə etdiyin şeydə Peyğəmbərin ümmət üzərində olan vəsiyyətidir. O vəsiyyət imamətdir, həmən imamət ilk insan yaranmamışdan qabaq rütbəsi, mövzusu, necə deyərlər, o kodu, şifrəsi qoyulur. İnni cailun fil ərzi xəlifə. Mən yer üzündə xəlifəmi qərar verirəm. Yəni, xilqətdən qabaq xəlifəlikdən danışır. Bunu demək istəyirəm. Yaratmayıb, amma özünün səfirindən danışır. Özünün adından danışacaq rütbədən söhbət gedir. Sonra mələklər deyir ki, sən qan tökən, üsyan edən, günah eləyən bir varlıq yaradırsan, Allah deyir ki, siz mən bildiyimi bilməzsiniz. İşim orada deyil, mələklər bunu hardan bilirdi, niyə soruşdu, bunların da cavabları var. Amma o tərəfə gedib mövzunu çox geniş istəmirəm şərh eləyim. Seyyid-i Şühədaya bağlamağa çalışacağım. Mövzumuz nədir? Mövlamızın şəhadəti. Sıradan birinin şəhadəti deyil. Allahın, Xaliqin bəndələr üzərində itaətini vacib elədiyi bir şahın şəhadətidir. Bir şahın şəhadəti. Bütün kainatın hidayət beyni onun vücudunda mərkəzləşir. Bəh, bəh, bəh. Sənin vücuduna mənim belə şiələrin günahkar canı qurban olsun, ya Əba Əbdəllah. Sənin susuz canıva bizim günahkar canımız qurban olsun, ya Əba Əbdəllah. Sən nə daşıyırsan içində? Sən necə bir vahid mərkəzləşməni daşıyırsan? Ahirət də sənin içindədir, dünya səadəti də sənin içindədir, bəşərin bədəninin sağlamlığının düsturları da sənin beynindədir, ictimai münasibətlərdəki ədalətin qaydaları da sənin beynindədir. Yəni, bəşərə Allahdan nə lazımdırsa, bütün bilgi deposu Seyyid-i Şühədə aleyhisselamdır. Onun içindədir. Ona görə deyir də, ona qulaq astın, mənə qulaq astın. Çünki Allah bilir ki, onun verəcəyi qərar sən kimi həvai nəfsdən döyür. Allah bilir ki, onun kəsəcəyi əhkam, qərar verəcəyi qəzavət sən mən kimi başqa amillər təsir eləmir. Qohumbazlıq, millətbazlıq, rüsvətbazlıq, bu şeylərin heç biri onda döyür. Məndən qazi olar, biri biraz pulu cibmə çox bassa, hökmü dəyişəcəyəm. Elə olub da tarix boyu. Amma sən gedib görüm Seyyid-i Şühədə aleyhisselama bu hiləni tətbiq edə bilərsən, sən İmam Hüseyin aleyhisselamın cibinə çox pul basıb, yanlış qəzavət ala bilərsən ondan. Ala bilməzsə, bəs hidayət nədir? Bu şəhadətin mahiyyəti bu dəyərlər üçün yüksək qiymət qazanır. İnni cailun fil ərzı xəlifə. Mən yer üzündə xəlifəmi qərar verirəm. Ayəyə diqqət edirsən, ilahi xilafət bəndələrinin yaradılış və xilqətindən birinci danışılır. Birinci danışılan mövzu ardıca gələn mövzudan daha müqəddəmdir. Bu düsturdur. Bir şey ki birinci deyirsən, o daha üstündür deyə deyirsən. Çünki hikmət sahibi əhəmiyyətli şeyi ümumi şeydən üstün tutar. İndi gəlin mən bu sözü sizə biraz da izah eləyim. Bir var məsələ ümumi, bir var məsələ mühüm və əhəmiyyətli. Ümumi olan tərəfimiz bizim var olmağımız, yəni xilqət dediyimiz məfhum, yaradılış, belə deyək müəz, ərəbcə xilqətdir, bizim dildə yaradılış, yaranmışlar, məxluqat və s. Bu məsələ yaranmışlar, onların cinsləri, növləri, onların fərqli-fərqli ünsürləri, bürcləri və s. bunlar hamısı ümumi məsələlərdir.
Ümumi işlerdi bunlar. Amma bütün bunları idare eden ünvan bu əhəmiyyətli işdir. Bu ümumi iş değil. Bu xüsusidir. Ona göre de biz ne deyirik? Deyirik imamət 12 insanda xüsusidir. Bunu sen ümumi eləyə bilməzsən. Hər yoldan gələnə imam deyə bilməzsən. Bizim 12 məsum imamına möhkəm yapışan sağlam əqidəli kişilərin elə etiqadı budur. İmamət xüsusi və əhəmiyyətlidir. Ümumi bir şey deyil. Hamiyə imaməti şamil eləmək olmaz. Kim olur olsun, imamın böğründə yaşayan oğlu olsun, ətrafında yaşayan səhabəsi olsun, ondan sonra yaşayan alimlər olsun, əllamələr olsun, üstəgəl kimlər olur olsun, o xüsusi imamətdə heç kim ola bilməz. Onu mən özümdən demirəm, Allah Resulü deyir və bu cür gözəl dərslərə istinadən. Çünki Allah Resulü bilir ki, xilqət ümumidir, imamət və xilafət ilahi xəlifə, Allah xəlifəsi. O əhəmiyyətlidir. Allah da bu ayədə əhəmiyyətli olanı ümumi olandan daha vacib və daha müqəddəm danışır. İmam Cəfər Sadiq əleyhissalamın nur kəlməsidir. Görünəcəyir, deyir, əl-hüccətu qəbləl xəlq və mə'əl xəlq və ba'dəl xəlq. Allahın hüccəti, yəni onu sübut edən ünvan, yaradılışdan öncə də var idi, yaradılışla bərabər var, yaradılış bitəndən sonra da olacaq. Yəni, əslində vilayət, yaradılışın hidayət məcrasıdır, xəttidir. Bunun üzərində hərəkət olunacaq. Bir nəfər sual verdi İmam Sadiq əleyhissalama ki, yəbnə Resulillah, sizin tanıyıb, sizin ardınızca gedməyənləri başa düşdüm. Onlar cəhənnəm əhlidir. Siz sabit olmuşsunuz ki, imamsınız, məsumsunuz, mənsubsunuz. Bu fəzilətlər və vacib şeylər sabit olub, adam yenə qəbul eləmir, bil ki, bu insan cəhənnəm əhlidir. Amma bəzi insanlar elə yerdə yaşayırlar ki, onlar sizin vilayət və imamətinizdən xəbərdar deyirlər. Onların aqibəti necə olacaq? Əlbəttə buyurur ki, yaxşıları və pisləri ölçüləcək. Onların da, müstəzəflərin də əfvi olacaq. Amma nəticədə biz deyən kimi olmadığı üçün böyük fayda da almayacaq. Bilirsən necədir? Həkim neynəsin ki, sən yanlış dərman atmısan? Bunu demək istəyirəm. Həkim yazıq neynəs? Həkim sənə deyib ki, bu dərmanı içməlisən. İndi sən bu həkimi tanımısan, tanımamışsan, getmişsən başqa dərman almışsan. Deyirsən, bu da ağdır, o da ağdır, bu da 50 qramdır, o da 50 qramdır, başqa dərman içirsən. Həkim neynəsin? Varmı onun içində şəfa olan bir şey? Xeyr, nə üçün? Elmə zid gedirsən, kimyasına zid gedirsən, fizikasına zid gedirsən, ona görə yoxdur. İmamətin də bizə təlim elədiyi elmin kimyası, fizikası, həndəsəsi, osu, busu var. İmanın da kimyası var. Əməllərin də təsir qüvvəsi var. İmam buyurur ki, bizi tanımamaq hər halda insana fayda verməyəcək. Bəziləri yanacaqlar bizi tanımadığı üçün. Onlar o insanlardır ki, bizim imamətimiz sübut olub onlara, yenə qəbul eləməyiblər, bunun işi yanmaqdır. Amma bəziləri var ki, onlar bizi tanımayıblar, əhkamımızı bilməyiblər, biz deyən kimi eləməyiblər, ola bilər Allah cəhənnəmə atmasın onları, amma nəticədə əməli səhvdir ki, səhv. Düsturu səhvdir ki, səhv. Sən dəstəmazı səhv almısansa, adı üzərindədir, səhvdir. Tanımasan, tanısan nə yazar? Onun üçün, bax, bu ilahi xilqət bu qədər mühüm məsələdir, əziz dostlar. Seyyid-i Şəhədə aleyhisselamın şəhadətini müdafiə etmək üçün bunları bilmək lazımdır.